komponentini düzəldəcəyik, amma bunu düzəltmədən əvvəl gəlin keçən videomuzda elədiyimiz dəyişikliklərini commit şəklində buraxaq və növbəti videomuza da gedək. Commit push olaraq, yəni git olaraq mən elə web store'umun öz UI-ından istifadə edəcəm. Təbii ki, terminaldan da istifadə edə bilərsiniz. Bunun bir fərqi yoxdur. Sadəcə daha rahat olsun deyə, daha sürətli olsun deyə bu hissədə deməli commit mesajımız bu olsun ki, biz nə edirik deməli layout fixed deyək və CSS-i də nə edirik resetlədik. CSS reset. Okey, bunu dedik, commit buraxaq, push-u axırda buraxarıq. Bu qalsın. Hələ ki push-lar bu elədiyimiz dəyişikliklərlə bir yerdə push-u verərik. Okey, indi nə edirik? Qayıdırıq page TSX-imizə yox. Dediyimiz kimi hara header-ımıza qayıdacağıq və header-ın içərisində artıq başlayacağıq layihəni düzəltməyə. Deməli, bura qaydanda dediyim kimi, burada bu layihədə məqsəd Next strukturunu, API quruluşunu falan da öyrənəcəyik. Amma dizayna oturub, yəni hər dəfə belə deyək ki, Figma-dan özümüz yazmayacaq, amma onu yazacağımız bölmələr də olacaq. Məsələn, hər hansısa bir yeri, hər hansısa bir bloku məsələn götürəcəyik və ona uyğun özümüz qurmuş olacaq. Amma burada məqsəd odur ki, işin daha sürətli olmaq üçün Figma Make-in bizə qurduğu, React-la qurduğu məntiqi biz Next-ə daşıyacağıq bir növ. Təbii ki, bu header tərəfini birinci götürmək lazımdır. Bunun üçün də qayıtdıq burada Figma Make-ə və Figma Make-ə qayıdandan sonra burada baxmaq lazımdır ki, görək bu bizim üçün harada veribdir bizim belə deyək ki, header-ımızı. Page-lərə baxsaq, burada home var. Hər birinin içərisində yəqin ki, verməz. Çox güman ki, hardansa import eləyib. Bunu da eləyəcək. Bizim burada hardasa bir yerdə index, data, root tsx adında bir dənə tsx-imiz var. Çox güman ki, header-ımızı buradan veribmi. Function'ımız var, navigation'ımız var, teach me. Sonra bu hissədə logomuzu verib, bu hissədə language switcher-ı verib. Yəni əslində elə budur. Footer-ı da burada veribdir. Diqqət edirsə, bu da bu qaydada istifadə edib, footer-ı burada verib və ən aşağıda əslində bunları navbar, outlet, main şəklində import edibdir. Bizə lazımdır təbii ki, birinci navbarı götürmək. Yəni məqsədimiz burada navbarı işlətməkdir birinci. Navbarı gəlin option qaydada götürməyək, amma belə də götürməsək xətalar verərmi bizə? Gəlin bu navbarı biz buradan götürək. Gətirək bura. Burada bir dənə header-da, burada bir dənə test nöqtə tsx açaq və bunun içərisində bunu yerləşdirək. Burada məqsədimiz olacaq ki, bəzi şeyləri rahat şəkildə götürüb ora ataq. Yəni ki, öz layihəmizə ataq. Elə bu navigation-dan başlayırıq. Header-ımızın içərisində nə edə bilərik? Bir dənə navigation verə bilərik. Hal-hazırda burada müəyyən xətalar olacaq, importlar falan filan. Elə bu hissədə gəlin importlarımızı eləyək ki, buradan importlarımızı bizə götürsün. Ola bilsin ki, bu belə deyək ki, iconlar üçün bir paket istifadə eləyir. Bu paketi də elə buradan nə edək, gətirək ataq layihəmizə, hansı ki, bu hissədə bütün importları buradan götürmüş olsun. Link tool'umuz burada bizə xəta verir, çünki Next-də hrefdir, amma React-da to'dur. Yəni bu da bunların arasında olan bir fərqdir əslində. Yəni Next-də to istifadə olunmur, bu href atributundan istifadə olunur. Bir də əlavə olaraq bunu da unutmayaq ki, burada prefetch false eləyək default olaraq, əslində true olaraq gəlir və bu gələcəkdə böyük xətalar da gətirib çıxarda bilər. Buna diqqət eləmək lazımdır. Navigation map nə edibdir burada? Burada navigation-ı avtomatik şəkildə hər hansısa bir dəyişənə verib, indi onu tapmaq lazımdır ki, buradan götürək, aparaq, qoyaq ora ki, gələcəkdə bu API-dən gələndə bu hissələri də nə edəcəyik? Dinamikləşdirəcəyik. Yəni bu hissələr hələ ki, bu qaydada bura import eləyə bilərik. Bunu da bura import elədik. Aha, burada ən böyük belə deyək ki, məsələlər buradakı bu path name falan olacaq. Çünki bu path name məntiqi React-la Next arasında müəyyən şəkildə dəyişir. Məsələn, adi burada link dedik, bayaqki kimi yenə burada bir href yazmalıyıq. Amma nəticə etibarilə prefetch-də nə etməliyik? False etməliyik. Bunu da unutmayaq. Prefetch false olmayanda dediyimiz kimi nə edir? Səhifəyə daxil olmadan əvvəl hansı rootları görürsə, yəni burada məqsəd observer-in işləyib onu görməkdir. Görürsə, avtomatik sorğu atır və onu yaddaşında saxlamış olur. Biz burada belə deyək ki, hamısını ayıracağıq. Yəni bu hal-hazırda language bircə saniyə buna baxaq görək harda import edib.
bu qaydada yazıbdır. Baxın, buradan yəni yazıb çağırıbdır. Biz amma bunların hamısını ayrı-ayrı verəcəyik. Ona görə də elə header komponentimiz, directorımız var idi burada. Gələrik bura, adını yazarıq. Lang switcher nöqtə T6'imiz olsun və bunu bura verək. Function'ı bu qaydada veribdir. Bizim burada məqsədimiz export default language function eləmiş olacaq. Təbii ki, indi bunların hamısını belə deyək ki, importlarını eləməliyik. Ona görə də hələ ki, bunu da saxlamış olaq. İlkin meyarda görək ki, bu bizim üçün nələr verdi. Mobil də bizə lazım deyil, bunu da saxlayacağıq. Mobil üçün bu hissənin də hələ ki lazım deyil, bunu da neyniyək? Komment alaq, sonra bu hissəni də götürərik. Yəni bu da bizə lazım deyil hələ ki. Burada əsas bizdə qalan path name oldu ki, bu path name-ə görə bizə xəta verir. Və əlavə olaraq da bizim 2 dənə bu hissədə importumuz var idi. Bu importları götürəcəyik, gətirəcəyik, qoyacaq burada, yəni istifadə olunma qaydasını. Use state elə eynidir, use state olaraq qalacaq. Amma biz burada use state eləyiriksə, hal-hazırda məsələn biz layoutumuza qayıtsaq, default layoutumuza qayıtsaq, burada görürsünüz ki, header bu hissədə hal-hazırda nədir? Server bir komponentdir. Amma use client harda işləyir? Client komponentdə işləyir, adından məlum olur. Daha doğrusu use state client komponentdə işləyir. Buna görə də biz gəlib burada nə etməliyik? Bir dənə use client şəklində bunu mənimsətməliyik ki, avtomatik şəkildə bizim use state'imiz burada işləyə bilsin. Ki open set open yəqin ki mobil versiya üçün lazım idi. Use location artıq burada path name bu qaydada istifadə olunmayacaq. Next-də bu use router və yaxud da use navigation məntiqi ilə həll olmalıdır. Use router deyəcəyik, amma next navigation ilə gələcək. Next router artıq köhnədə qalan bir şeydir. Yəni oradan bizə nə eləməyəcək, data gəlməyəcək. Və məntiqlə biz baxmalıyıq ki, bu use router'ın içərisində bizə nələr qayıdır ki, biz oradan path name-i götürə bilək. Onun üçün də elə bura bu qaydada bir dənə router verirəm. Router verəndən sonra bu hissəni loqlayıram router'ı. Amma hal-hazırda bu navigation bizim üçün bir xəta verəcək. Çünki orada path name istifadə olunubdur. Ona görə də o hissəni də komment aldım. Və qayıdıb layihəmizə baxanda görürük ki, hələ ki heç nə görmürük. Inspect edirik, buradan baxırıq görək, burada müəyyən bir dəyişikliklər varmı? Görürük ki, burada bizə nəyi verdi bizə? Router'ı verdi. Amma router'dan biz nəyi əldə edə bilmədik? Baxın, path name'i nə edə bilmirik, əldə edə bilmirik. Use router yox, use bizə lazımdır, use location yox, use deməli path name elə use path name'dir. Use params, use path name. Next-də bu use path name olaraq istifadə olunur. Use router-a ehtiyacımız qalmır. İndi bunun adını dəyişəcəyik, amma nəticə etibarilə baxaq. Baxırıq ki, görürük ki, use path name hal-hazırda bizə path name-i verir. Yəni ki, avtomatik bunun özünün ayrıca bir hooku var. Yəni router nə edir? Router əsasən router push eləsin və yaxud da replace eləsin, bu işləri görür. Path name-i almaq üçün isə elə bu qaydada path name deyib dəyişənin adını dəyişəndən sonra path name-imizi nə edə biləcəyik, götürə biləcəyik. Və kommenti aldığımız hissələri artıq nə edə bilərik? Çıxarda bilərik. Təbii ki, hamısını yox, bu hissəni amma yaxşı şəkildə etməliyik. Bunu kommentdən çıxartsaq və salam, hər şey düzdür. Path name-imiz də düzdür, amma navımız nə eləməyib, aşağıda bağlı şəkildə qalıb. Navigation-ımızı da açırıq. Bunları da açandan sonra bu bizə müəyyən xətalar verir. Bu xətalarda yəqin ki, bunun təbii ki, yüklənməməyi ilə bağlıdır ki, biz bunu nə eləməliyik? Bu paketi də yükləməliyik, öz lokalımızda qalmalıdır ki, hal-hazırda o xətanı da gördük. Nə eləyərik bura? Yazarıq ki, elə bunun tam şəkildə bizə installunu, gəlin elə buradan götürək, bizə versin. Elə əslində öz adı ilə bunu install edə bilərik. Burada bunu saxlayaq, onsuz yenidən buraxarıq bu hissəni. Gələk bura deyək ki, yarn add bizim üçün icon paketini nə eləmiş olsun, Next-in üzərində yükləmiş olsun. Təbii ki, gedib onsuz da ən axırıncı versiyanı nə eləyəcək? Ən axırıncı versiyanı yükləmiş olacaq. Hal-hazırda gözləyirik. Yarn add eləmişik. Sonra da baxırıq ki, burada bu hissədə başqa heç bir xətamız yoxdur. Təbii ki, mobil versiyanı ayrı düzəldəcəyik. Hal-hazırda header-ı oradan götürüb, gətirib qoyduq bura. Burada müəyyən fərqləri gəlin yenə də danışmış olaq. React-da hər şey onsuz da client tərəfdə olduğuna görə orada use state-i falan rahat şəkildə istifadə edə bilirik. Amma biz burada use state istifadə eləmək istəyiriksə, mütləq şəkildə nə etməliyik? Use client verməliyik ki, use client-ımızı nə elədik? Verdik. Daha sonra path name arasında müəyyən fərq var. Hansı ki, React-da bu use location məntiqi ilə istifadə olunur. Bizdə amma use path name mütləq şəkildə özünün hooku var.
bunun veririk. Use router da var ki, use router tam fərqli, belə deyək ki, artıq routerun replace olmağını istəyiriksə, push olmağını istəyiriksə bunlardan istifadə edirik. Başqa bir əlavə olaraq da hal-hazırda statik datalarımız var ki, bu statik dataları da biz növbəti videolarımızda API hazır olandan sonra API-dan əldə etmiş olacaq. İndi bizim icon paketimizdə yüklənmək üzrədir. Gözləyək biraz. Aha, yükləndi. Hal-hazırda yükləndi, amma hələ də bizdə package.json-a baxmaq lazımdır, görək. Biz bunu import eləmişik. Əla, headerımızda sadəcə bu hələ də görünmür, amma o birazdan oturacaq. Çox güman ki, biz nə edəyək? Yarın devi işə salmış olaq yenidən. Yarın dev deyək və layihəmizə qayıdaq. Bura bir refresh ataq, bir də refresh ataq və bu qaydada bunu bir dənə verək. Gözləyək. Qaydaq bura. Next-in 16-cı versiyası və daha doğrusu 15-dən sonra Next Compile əslində Turbo Pack ilə işləyir, amma hələ də müəyyən qədər lokalda nə isə belə deyək ki, run eləməyi biraz gec çəkir. Hal-hazırda layihəmizin header hissəsi gəldi, bütün CSS ilə bir yerdə. Burada Tailwind-in möhtəşəmliyi əslində qabağımıza çıxmış olur. Təbii ki, əsasən bu API ilə olan, yəni headless layihələr üçün keçərlidir. Məntiqlə belə deyək ki, MVC layihələrdə bu biraz qəlizdir. Nəyə görə? Biz MVC layihələrdə frontu tamamilə back-enddə ötürdüyümüzə görə Tailwind onun üçün çətin olur. Və yaxud da Tailwind-də nə isə dəyişmək front üçün də sonradan çətin olur. Amma hal-hazırda bu bir ayrıca API layihəsi olduğuna görə tam ideal şəkildə istifadə edə bilirik ki, Figma Make bizdə dizaynı Tailwind ilə qurduğuna görə biz də sadəcə komponenti kopyalayıb gətirib bura yapışdırıb və üzərində müəyyən bəzi dəyişikliklər eləməli olduq ki, indi növbəti videomuzda artıq tam bu sağ hissədə language switch məntiqini də gətirmiş olaq.